Salam əzizlərim. Axşam çəkdiyim üçün axşamınız xeyir. Necəsiniz? Mənim mətbəximə xoş gəldiniz. Bugün sizinlə birlikdə Türk mətbəxinin məşhur içli köftəsini hazırlayacağıq. Yəni Antep mətbəxinin məşhur içli köftəsini hazırlayırıq. İlk öncə gəlin içli köftənin xəmirini deyək. Belə deyək ki, bu bunun xəmiri olur, üst harcı. Onu hazırlayıb 30 dəqiqə bulgurla, bu incə bulgurumuz, buna türklər köftəlik bulgur deyirlər. 2 stəkan incə bulgurumuz var, qoyduq. Bu da irmik, yəni bizim manna, belə deyək. Mannayı biz hamımız bilirik. 1 stəkanda su stəkanı mannamızı koyduq. Bir də duzumuzu koyuruq. Göz qərarı duzumuzu koyduq. 3 stəkan qaynanmış isti suyla, qaynar suyla bunu bu şəkildə qarışdırıb ağzını örtüb dinlənməyə, yəni şişməyə qoyacaq. Bulgurla manna şişsin, özünü tutsun. Ondan sonra içine gedəcəkləri yarım saat qalmalıdır bu, 30 dəqiqə. Ondan sonra bunun içine gedəcək başqa ərzaqlar var. Onları qoyub xəmirini yoğuracaq. Əzizlərim, bunu dediyim kimi ıslatdıq. Bunu bir yarım saat şişməyə buraxacaq. Bulgur şişsin, manna şişsin, bir-birini tutsun. Ondan sonra o arada da biz bunun içliğini, kıymayla olan içliğini həll eləyəcəyik, iç harcını düzəldəcəyik. Bu şəkildə biz keçək iç harcını həll eləməyə. İndi hal-hazırda biz içli köftəmizin iç harcını, iç malzemesini eləyək. Burada bizə ən başda qıyma, sonra çox xırda doğranmış 3 dənə bu boyda, boy olarak orta boyda 3 dənə doğranmış soğan, sonra qoz, bu qozu da bıçaqla doğrayacaq, duzumuz, kək otu, pomidor salçası, biber salçası, baharatlarımız, kere yağımız, bir de cəfərimiz, biraz da su karıştırıp bunu ocağın üstünde qovuracaq. En sonda bu qozla cəfərini en sonda koyacaq. Ama bunların hamısını bir yerde koyup pişirəcək. İndi bunları pişirək, sonra o birisi etapa keçək. Əzizlərim, öncə bu doğradığımız soğanı kere yağında biraz renk değiştirəcək qədər pişirəcəyik. Ondan sonra kıymamızı koyacaq. Burada hardasa 250-300 gram kadar kıyma var. Bu kıymamızı tökürük. Biber salçamız. Pomidor salçamız. Baharatlarımız. Pul biberimiz. İnce şirin biberimiz. Kimyon, istiot. Bunları da töktüm. Tuzunu tökək. Bir de zövqə göre kək otu. Kim istəyər tökər, kim istəməz tökməz. Kıymanın açılmağı üçün də bir yarım stəkan su tökürəm. Kıymamız pişti bu şekilde. İndi doğranmış qozumuzu ve cəfərimizi, maydanozumuzu koyduk. Bu burada soğusun, yavaş yavaş soyusun. Biz de xəmirimizi
Gedək qarışdıraq. Söylemiştim ya bu içli köftenin xəmiri diye bulgurla mannının. Bakın böyle böyle bu şekilde şişti. Şimdi biz bunun içine gidecek malzemelerimiz var, erzaklarımız var. Onları da tökək, bunun xəmirini yoğuraq. Yalnız bir şey diyeyim size. Bunun xəmirini bir yumurta gedir xəmirinə, bir xörək qaşığı zeytun yağı, 2 çay qaşığı deyim, bizim bir dolu çay qaşığımız, Türklərin 2 çay qaşığı. Hamısını qoymayacağım mən, çox acı olmasın, acı sevməyənlər olur. 1 yemək qaşığı yenə pomidor salçası, 1 yemək qaşığı biber salçası və 3 dolu xörək qaşığı un. Koyduk bunu bu şekilde. Biz bunu hardasa bir 15-20 dəqiqə yoğurmalıyıq. Mən bunu yoğurum, gəlirəm. Bunu bu şekilde yoğurduğumuzda arada bir soyuq suyu belə əlimizi alıb, arada bir üstüne soyuq su səpəliyirik ki, bu xəmir bir-birini daha yaxşı tutsun. Əzizlərim, hər şeyimiz hazır. Gördüğünüz gibi çiğ köftemizin xəmiri bu şekilde olur. İçliğimiz hazır. İndi biz bunu qozdan, cevizden büyük, yumurtadan balaca şekilde böyle xəmirlər götürürük əlimizdə. Elimizi ısladarsak yapışmaz, daha yaxşı olur. Bu şekilde parmağımızın ucunda herkes farklı eləyir, belə deyək. Kimə necə asanddısa o cür eləyə bilər. Mənə bu şəkildə asan olduğu üçün mən bu şəkildə eləyirəm. Bunu belə eləyib içinə içliyini qoyub bağlayırıq. Bir de böyle bir şey deyim size. Bu içli köfte akşamdan eləyib xaladenikə, yəni soyuducuya qoysaq, bir gecə soyuducuda qalsa, o daha yaxşı olur. Sabah kızarttığımızda bir-birini daha yaxşı tutur, açılmır. O şekilde olarsa daha asan da olar sizin üçün də. Bu şekilde gördüğünüz kimi içli köftelerimiz, bunu bol yağın içinde kızardacaq. Əzizlərim, bu da içli köftemizin hazır variantı, versiyonu. Pişirənlərə, yeyənlərə nuş olsun.